İnsan həyatında təbii ki, dönüş nöqtələri olur. Çox vacib, xırda da olsa sənin həyatında böyük əslində bir domino effekti yaradan hadisələr baş verir. Bunlardan biri də mənə görə şəxsi fikrimcə ali məktəbə qəbul məsələsidir. Çünki ali məktəbə qəbul olursan bir çox halda mühitin dəyişir. Artıq dünya görüşün dəyişir. Başqa hadisələr görməyə, başqa insanlarla həmsöhbət olmağa, oradakı o müəllimləri görməyə, iş mühitlərini anlamağa, korporativ mühitə adaptasiya olmağa və s. başlayırsan. Yəni, əgər oxuduğun bir də tərzdə praktikaya keçirsənsə. Dolayısıyla da bu bir çoxumuz üçün sevincidir. Bəziləri üçün buna görə sevincidir, xüsusi bir sevincidir. Bəzilərinə görə də yəni şükür Allaha qonşunun uşağından geri qalıb mən kəsilmədim kimi bir sevinc də ola bilər. Çünki buna da bizi vadar edirlər bir çox halda. İndi 1-ci və 4-cü qruplar üzrə blok imtahanının 1-ci cəhdinin nəticələri artıq açıqlanır və abituriyentlərin bu və ya digər şəkildə böyük bir sevincini biz görürük və o sevincin görüntüləri var. İzləyək. Dostum, ben onun